Hər il olduğu kimi bu ildə bayram tətilinin başa çatması bölgələrdə fəaliyyət göstərən avtovağzallarda sərnişin sıxlığı yaradıb. Lənkəran avtovağzalından da ölkənin müxtəlif şəhər və rayonlarına gediş-gəliş edən sərnişinlərin sayı artıb. Artan sıxlıqla bağlı xəttə əlavə avtobuslar cəlb olunub. Adi günlərdə 7-10 avtobus xəttə buraxılırdısa, bayram tətilinin başa çatması ilə əlaqədar sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə xəttə 13-15 avtobus buraxılıb. Lənkəran avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sıxlığın qarşısının alınması məqsədi ilə xəttlər iri və orta tutumlu avtobuslarla təmin olunub. Avtobusların fasiləsiz və təhlükəsiz hərəkəti tərəfimizdən təmin olunur. Biletlərin satışı kassalarda qanuna müvafiq, tariflərə uyğun olaraq satışı həyata keçirilir. Kassalarla yanaşı sərnişinlər onlayn bilet satışından istifadə edə bilirlər. Bu da sərnişinlərin avtovağzala gəlmədən öncədən bilet almasını təmin edir.